bizim evdə mənə biraz əl köynük veriblər, çünki mənim gözümdə bahar xəstəliyi, uşaqlıq xəstəliyidir o. Məni həyətə bacıya qoymazdılar. Və dərslərimlə də bilavasitə atam məşğul olardı. Bütün dərslərimi demək olar ki, bir yerdə həll edirdik onunla bir yerdə. Amma yadımdadır bir epizod ki, mən həyətdə işləyən zaman, torpaq işi görəndə, mənim ayağımın altına pul atırlar ki, görün mən görəcəm, görməyəcəm. Yəni bir fərasatsız adam kimi, korocaq deyirlər adam kimi. Bu adam bir də sınıyıblar da, görün bəlkə gördü, bəlkə ayıldı. Mən də tap deyirəm, ayına gedirəm, bir yana gedirəm. Heç də görüb eləmirəm, heç əhəmiyyət də vermirəm. Bunlar da yazıqlar qıraqda oturub, əllərini dizdən vuracaq. Vay vay, bu mənim oğlum. O birislərdən arxayındılar, fərasatlıdır, diribaşdır. Mənim bu oğlum heç deyəsən ev eşi sahibi olmayacaq, dolanamayacaq, bir kərtçi kimi məni görmək istəyirdilər də. Yəni, gördülər ki, yəni mənim fərasatım zadım yoxdur, yəni mən körocağam, doğrudan da yəni fərasatsızam, ayağımın altına pul atırlar, görmürəm. Yəni məni əslində belə görürdülər də, yəni məni bir kətçi kimi görənmirdilər ki, mən kətdə belə işləyə bilərəm, elə işləyə bilərəm, ev işi ola bilərəm, heyvan, qara, əkin, tikin, bunlarda həqiqətən mən bacarmırdım. Sonra bir dənə də texnikumda işləyəndə, məsələn, Sovet vaxtı idi, ilk dəfə texnikuma gedəndə yadımdadır, bir dənə də epizod yadımdadır ki, məsələn, baxırdım, görürdüm ki, burada işləmək üçün həqiqətən, məsələn, gərək biraz fərasatlı olasan, dilli olasan, biraz müdirlə zaten belə fərasatlı olmalıdır. İndi hansısa dildə danışmağı, onlara xoş gələn dildə danışmaq. Valla öz-özümə baxırdım ki, mən heç bunu da bacarmayacam, deyəsən, bu mənim işim deyil. Bunlar, məsələn, fərasatlıdırlar, uşaqları qəbul edirdilər, ildə, nə bilim, 50-100 uşaq qəbul etdirirdilər. Mən, amma elə quru maaşa işləyirdim, nə bilim, o texnikum kimi, başqaları kimi dilə getmək istəmirəm də, yəni müəyyən fərasatlılar deyək də, dırnaq içərisində ev, eşik, maşın, hər şey mənim ancaq elə axşam dədəm, anam baxırdılar, cibimdə pul yoxdur, anamın sözündən deyirəm, deyirdim ki, ay anam, mən vallahi hamıdan varlıyam, elə bilən varlıyam, deyir, əlbəttə bir dəfə acıtdı məni, dedi ki, əlbəttə sən özü varlı saya bilərsən. Çünki mən hər axşam baxıram, cibində pul yoxdur, mən pul qoyuram, sənin xəbərin olmur. Amma əslində məndən işləyənlər əməlli başlı pul qazanırdı deyək də, dırnaq içərisində. Mən biraz o işdə də fərasatsız olmuşam. Doğrusu, anam necə ki, mənə körocaq deyirdi, uşaq vaxtı, lap balaca olanda. Texnikumda işləyəndə də heç yenə körocaq idim. Cibimdə pul yox, müəllim, mənə bəzən istehzalan, bəzən müəllim,